Salam əzizləyicilər. Bugün sizə MİQ və abituriyentlər üçün önəmli olan zərflik bölməsi barədə məlumat verəcəm. Zərflik ikinci dərəcəli cümlə özlərindən biridir, bildiyimiz kimi. Təyin, tamamlıq zərflik ikinci dərəcəli özlərimizdir. Zərflik hərəkətin icrasını və ya əlamətin aşkara çıxmasını ortalığa çıxardan cümlə özümüzdür bizim. Zərflik 6 yerə bölünür. Belə deyim, bunu bizdə çox zaman zərflərlə qaçdılar. Zərf nitq hissəsi 4 bölməyə bölünür mənaca, zərflik isə 6 yerə bölünür. Bunlar başlayır tərz hərəkət zərflikləri, zaman zərflikləri, yer zərflikləri, miqdar zərflikləri və səbəb və məqsəd zərflikləri. Yəni ki, bunlar artıq sonuncu dediyim 2 dənəsi səbəb və məqsəd zərf bölməsində yoxdur, zərflikdə isə vardır. Zərflik cümlə özlüyü dediyim kimi birinci başlayır bizdə nədir? Tərzi hərəkət zərfləri. Tərzi hərəkət zərflikləri. Tərzi hərəkət zərflikləri hansı sual cavab verir? Tərzi hərəkət zərflikləri necə, nə cür, nə tərzdə suala cavab verəcəklər. Necə, nə cür, nə tərzdə suala cavab verir və hərəkəti. Əksərən ümumi olaraq zərflikdə bizdə hərəkət nəzərdə tutulur ki, hərəkətin yanına gəlməlidir. Amma zərflik təkcə hərəkətin yox, bəzən əlamət də izah edə bilər. Birinci zərfliklər izah edir ki, əsasən hansı nitq hissəsindən ifadə olunur? Zərflik hissəsi olan onlardan ifadə olunurlar. Deyirsən ki, tərzi hərəkət zərflərindən takid edirəm ki, cəsarətlə döyüşdü. Döyüşdü. Necə döyüşdü? Nə tərzdə döyüşdü? Bu artıq bizim nə olur? Cümlə üzvü olunmuş zərflikdir və nə ilə ifadə olunub? Nitq hissəsi zərflə ifadə olunur. Bundan başqa zərflik nə ilə ifadə oluna bilər? Yəni ki, təkcə zərflik dedikdə ağımıza təkcə zərf gəlməməlidir. Yəni, bu cümlə üzvüdür, müxtəlif nitq hissələrlə ifadə oluna bilər. Tutaq ki, feili bağlamalar. Feili bağlamalar tutaq ki, deyirsən ki, oxuyaraq cavab verdi. Cavab verdi. Necə cavab verdi? Oxuyaraq cavab verdi. Ara qəraq şəkilçisi biz bilirik ki, feili bağlama şəkilçisidir. Və burada feili bağlama nə vəzifəsində istifadə olundu? Zərflik vəzifəsində istifadə olundu. Ümumi olaraq feili bağlamanın funksiyası nədir? Feili bağlama cümlədə yalnızca zərflik vəzifəsində istifadə olunur. Zərf nitq hissəsinin özü belə müxtəlif cümlə özləri ola bildiyi halda feili bağlama yalnızca zərflik vəzifəsində iştirak edir. Bundan başqa qoşmalı sözlərlə ifadə oluna bilər. Uşaq ki, deyirsən ki, uşaq kimi ağıllıdır. Bax, bu uşaq kimi məsələsindən bağlıdır ki, qoşmalı sözlərdə diqqətli olun. Uşaq kimi sözü, bax, ağıllıdır, xəbərdir. Necə ağıllıdır? Uşaq kimi ağıllıdır. Necə ağıllıdır? Nə tərzdə ağıllıdır? Uşaq kimi sözü burada ismin yanına gəlsəydi, desəydi ki, uşaq kimi insandır. Burada bu təyin olardı. Çünki biz bilirik ki, necə hansı sualına cavab verib, isim və isimləşmiş söz izah edirsə, bu təyinə gedir, çıxır. Və uşaq kimi ağlayır desə, uşaq kimi ağlayır və uşaq kimi ağıllıdır desəysə amma zərfliyə gedir, çıxır. Bu ağlayır sözünə çox zaman diqqətli tuturlar ki, yəni ki, burada nədə olacaq? Zərflik olacaq. Amma ağıllıdır sözü isim xəbər olduqda çaşırlar. Elə bilirlər ki, bu təyindir. Amma burada təyin söhbəti yoxdur. Səbəb nəyə görə təyin deyil? Çünki biz dedik ki, təyin isim və isimləşmiş sözü izah edir. Bu isə ismi xəbər olmağına baxmayaraq nə ilə ifadə olunub? Sifətlə ifadə olunub. Deməli, bu nə deyəndə tərz hərəkət zərflik kimi qəbul olunmalıdır. Sonra bizdə gələ bilər tərz hərəkət zərfliklərdən keçirəm zaman zərflikləri. Zaman zərfliyi. Zaman zərfliyi əksər nə ilə ifadə olunacaq? Zaman zərflərinin özləri ilə. Zaman zərfləri nələrdir? Axşam, gecə, gündüz, səhər, yenə, indi, həmişə. Tutaq ki, indi gecdir. Nə zaman gecdir? İndi. Burada nə ilə ifadə olundu? Zaman zərfi ilə ifadə olunmuş zaman zərfliyimiz vardır. Zaman zərfləri ümumi olaraq nə vaxt, nə zaman, haçan kimi suallara cavab verirlər. Zaman zərfi ilə ifadə olundu. Bundan başqa feili bağlama ilə deyə bilərik. Tutaq ki, deyirsən ki, oxuyanda həvəslənir. Həvəslənir. Nə zaman? Oxuyanda. Feili bağlama ilə ifadə olundu. Biz dedik ki, feili bağlama cümlə olaraq yalnızca zərfli vəzifəsində iştirak edir. Bundan başqa söz birləşmələrlə ifadə oluna bilər. Tutaq ki, deyirsən ki, gecə yarısı. Gecə yarısı qapı döyüldü. Nə döyüldü? Qapı döyüldü. Nə zaman döyüldü qapı? Gecə yarısı döyüldü. Deməli, yenə də zaman zərfliklərimiz də müxtəlif söz birləşmələrlə, feili bağlamalarla, zərflərin özlərindən ifadə oluna bilən zaman zərfliklərimiz vardır və hansı sual cavab verirlər? Nə vaxt, nə zaman, haçan kimi suallara cavab verirlər? Zaman zərfliklərimiz belə. Sonra gələ bilərik bizdə miqdardan əvvəl gəlin yer zərfliklərə danışım. Yer zərfliyi.
Yer zərfliyi. Yer zərfliyi hansı suala cavab verir? Məkan bilir də bu. Haraya, harada, hardan kimi suala cavab verəcək. Əsasən hansı nitq hissələrinə ifadə oluna bilər yer zərfliyi? Əsasən elə yer zərflərinin özlərində ifadə olunacaq. Sadəcə burada diqqətli olmaq lazımdır ki, bizdə çox zaman testdə tutaq ki, ora sözünü görürük. Yer zərfi görən kimi bunu istəyir elə yer zərfi gördüm, aha yer zərfliyidir, qutardı. Bu belə deyil. Cümlədə olan yer zərfi, nitq hissəsi olan yer zərfi müxtəlif cümlə özləri vəzifəsində istifadə oluna bilər. Məsəl üçün, ora sözünü desəm ki, ora gözəldir. Ora gözəldir məzmunda istifadə etsəm. Bu mübtədaya aparıb çıxardar bizdə. Bu mübtədaya aparıb çıxardar. Çünki gözəldir, hara gözəldir. Bir sözə sadəcə hara sual gedirsə, kim nə hara? Bu mübtədaya aparıb çıxardır. Amma desəm ki, ora gedək. Ora gedək. Məsələn, belə deyəndə, bu xətt artıq bizi düzgün yerə aparmır. Bu xətt bizi düzgün yerə aparmır. Amma ora gedək desəm, gedək, hara gedək, haraya gedək. Hara gedək, haraya gedək. Bu zaman artıq yer zərfli olur. Yəni, nitq hissəsində mən ora gördüm, yer zərfli görmüşəm, cümlə üzvü olaraq yer zərfli olacaq, belə bir söhbət yoxdur. Hətta yer zərfləri biz bilirik ki, məsəl üçün, yuxarı sinif məsələn, təmir olunurdu. Hansı sinif? Yuxarı sözü yer zərfidir, normalda hara suala cavab verir, amma sintaktik cəhətdən hansı suala cavab verib təyin oldu. Və ya yuxarını təmizlədik, haranı təmizlədik. Təhsili şaşırtıcı qəbul edirsə, təhsili şaşırtıcı biz bilirik ki, cümlədə yalnız tamlıq ola bilər, istisna halda başqa cümləsi ola bilər, zaman zərfli ola bilər, axşamı, gecəni falan sözlərində. Yəni, təhsili şaşırtıcı qəbul edirsə, artıq yer zərfindən söhbət gedə bilməz. Yəni, bu məqamlara diqqət etmək lazımdır. Bundan başqa, yer zərfliyi ifadə oluna bilər, tutaq ki, isimlərlə. İsimlərlə desən ki, Bakıda görüşdük, tutaq ki, görüşdük. Görüşdük, harada görüşdük? Bakıda görüşdük. Bu nədir? Cümlə özü olaraq yer zərfliyidir. Cümlə özü olaraq yer zərfliyidir. Harada görüşdük? Bakıda görüşdük. Amma bizdə testlərdə ən çox qarşılanan məsələ tələbələr verində, avtoritetlər vermək tələbələrimiz. Bakıda sözünü görür, testdə də variant gəlib, tutaq ki, C variantı. Bakıda sözü yer zərfidir. Zərfidir. Bu artıq səhv fikirdir. Çünki biz dedik ki, Bakı sözü nitq hissəsi olaraq isimdir. Bu cümlə özü olaraq nədir? Yer zərfliyidir. Yəni, bu məqamda diqqətli olsaq, orada başqa bir problem yoxdur. Bundan əlavə yer zərfliyinə deyə bilərik, tutaq ki, söz birləşmələrindən ifadə oluna bilər. Tutaq ki, desən ki, kəndin kənarından, tutaq ki, çay axır. Çay axır. Axır nə axır? Çay axır. Haradan axır? Kəndin kənarından. Biz bilirik ki, bu artıq parçalanmır. Bu artıq parçalanmayacaq. Kəndin kənarı biz bilirik ki, 3-cü növ təyin söz birləşməsidir. Deməli, nə ilə ifadə olundu? 3-cü növ təyin söz birləşməsində ifadə olunmuş yer zərfliyimiz vardır. Yəni, cümlə özü olaraq yer zərfliyidir, amma nə ilə ifadə olunub? 3-cü növ təyin söz birləşməsindən. Yəni, yer zərflilərimiz də müxtəlif ola bilər. Yadda saxlayır ki, bax, bayaqdan dedik ki, tərzi hərəkət zərfliyi, nə ilə ifadə olunub? Feili bağlama ilə, zaman zərfliyi, feili bağlama ilə. Amma yer zərfliyi heç bir zaman nə ilə ifadə olunmaz? Feili bağlama ilə ifadə ola bilməz. Yəni, məkan bildən bir feili bağlama yoxdur. Yəni, bunu bir dənə yadda saxlayın, feili bağlamalar yer zərfli ola bilmir. Sonra gəlib danışaq sizdən miqdar zərfliyindən tutaq ki. Miqdar zərfliyi. Miqdar və ya kəmiyyət zərfliyi deyilə bilir bunlara. Yəni, ikisi də eyni addır. Miqdar zərfliyi deməyimizdə, kəmiyyət zərfliyi deməyimizdə bizdə bir fərq yaratmır. İkisi də eyni şeydir. Miqdar zərfliyi nə qədər, nə dərəcədə suallarına cavab verir, tutaq ki, miqdar zərflikdə tutaq ki, əsasən ifadə olunur, azdır, çoxdur, xeylidir, bu kimi sözlərlə ifadə olunur, bir qədərdir. Bu tipli nələrlə ifadə olunur? Zərflərlə ifadə olunur. Amma diqqətli olaq ki, məsələn, az sözüdür, çox sözüdür, xeyli sözüdür. Bunlar əşyanın yanında gələrsə, bunlar nitq hissəsi olaraq, say, cümlə özü olaraq təyin kimi götürüləcək. Tutaq ki, deyən ki, xeyli insan. Xeyli insan bu məsələyə münasibət bildirdi. Münasibət bildirir. Kim insan? Nə qədər insan? Xeyli insan. Bu cümlə özü olaraq, nitq hissəsi olaraq say, cümlə özü olaraq təyindir. Amma az danışdı, xeyli oxudu, bir qədər fikirləşdi. Bu ehtimallarda artıq burada nə olur? Hərəkətin yanında gəlir, nitq hissəsi olaraq zərf, cümlə özü olaraq zərflik kimi çıxış edir. Tutaq ki, yazıram, az danışdı. Bu məsələ barədə filan kəs az danışdı. Miqdar zərflərindən başqa nə ilə ifadə olunur? Miqdar zərfliyi eyni zamanda ola bilər bizdə
Feili bağlama ilə ola bilər, amma testlərdə qoyula bilər ki, hansı feili bağlama şəkilçisi miqdar zəfli yarada bilir. Bir dənə imza şəkilçisi ilə istifadə oluna bilər. Feili bağlama bircə imza şəkilçisi nəyə gedib çıxa bilir? Miqdar zəflinə gedib çıxa bilir. Bununla bağlı misallarımız azdılar onsuz da. Doyunca yedi falan kimi nümunələr göstərir. Yedi nə qədər yedi? Doyunca yedi. Miqdarını göstərir. Və imza şəkilçisindən başqa şəkilçilərimiz miqdar zəflinə gedib çıxa bilmirlər. Bir də burada yer zərfi ilə bağlı nümunələrin içərisində danışa-danışa ağlıma gəldi ki, ola bilər, məsəl üçün, bax, bu bizə falan sözlərini çaşdıra bilirlər bizdə. Bizədir, sizədir, onlaradır. Bu cümlələr, bunlar həm tamamlıq ola bilirlər, həm yer zərfli ola bilirlər. O, bu sözü bizə dedi. Bizə dedi deyirəmsə, burada biz deyəndə bir neçə nəfər şəxsi nəzərdə tuturansa, bu tamamlıqdır. Kimə dedi? Bizə dedi. Bir də var deyim ki, bizə gedək. Bizə gedək deyəndə bizim evimizi nəzərdə tuturam. Biz kimiksə bizim evimizdə deyirəm və ya sizə gedək. Bu tapşırıqları sizdə yazar. Burada məkandan söhbət gedir və yer zərfliyi kimi çıxış edir. Yer zərfliyi kimi çıxış edir. Bu 4 zərflik məsələsindən bağlı danışdım. Səbəb zərfliyi ilə məqsəd zərfliyi bizdə qarışdırılır ki, hadisənin səbəbini mi istəyir bizdən, yoxsa məqsədini mi istəyir? Birinci, onunsu da əvvəldə başladım ki, yəni səbəb, məqsəd zərfi yoxdur. Bunlar zərfdən yox, başqa bir nitq hissələrinin birləşmələrindən, köməkçi və əsas hissələrin birləşmələrindən yaranıb çıxırlar ortalığa və ya da ki, elə hansısa bir nitq hissəsinin cümlədəki sintaktik vəzifəsinə görə təyin olunur. Səbəb və məqsəd zərfliyini öyrəndikdə əsas məsələ hadisənin məzmununu tutun. Düzdür, burada xüsusi qrammatik göstəricilər də var ki, həmin göstəricilərə baxaraq biz təyin edə bilərik ki, bu səbəbdir, yoxsa məqsəddir. Amma ən əsas məsələ məzmunu anlasaz, onsuz qrammatik göstəricilərə o qədər də ehtiyac yoxdur. Məzmun ilk olaraq nədən başlayır? 2 dənə nümunə yazıram. Yazıram ki, tutaq ki, oxuduğu üçün yüksək nəticə topladı. Bir də var ki, oxumaq üçün xaricə getdi. Bax, əlimizdə belə bir cümlələrimiz var da. Buradakı səbəbi məqsəd tutmaq üçün. Birinci məzmuna baxsınız, səbəb zərfliyində, məqsəd zərfliyində belə bir şey var ki, hadisə, xəbərdəki hadisədən, zərflikdəki hadisə, xəbərdəki hadisədən öncə baş verirsə, bu səbəbə gedir çıxır. Zərflikdəki hadisə, xəbərdəki hadisədən sonra baş verəcəksə, bu məqsədə gedir çıxır. Bax ki, əlimizdə topladı sözü var. Adam oxuyub, birinci çalışıb, oxuyub, vuruşub, gecələr yatmayıb, gündüzlər durmayıb, bu adam oxuyub. Bunun nəticəsində nə edib? Yaxşı nəticə toplayıb. Deməli, birinci buradakı hadisə baş verib, oxumaq prosesi gedib, sonra nəticədəki hadisə, xəbərdəki hadisə baş verib. Bir də var ki, oxumaq üçün xaricə getdi. Adam gedib, hələ oxumaq söhbəti burada baş verəcək, bu hadisədən sonra baş verəcək. Əvvəl gedib, tutaq ki, Avropaya getdi, çatdı. Avropaya çatmalıdır, xarici getməlidir. Sonra nə etməlidir? Orada baxmalıdır ki, oxumaq prosesi davam edəcək artıq bundan. Deməli, hadisə, xəbərdəki hadisədən sonra baş verəcəksə, məqsəd zərfliyi, əvvəl baş verəcəksə nəyə gedir çıxır? Səbəb zərfliyində gedir çıxacaq. İndi qrammatik göstəricilər gəldikdə ki, hansı göstəricilərini tanıya bilərik? Birinci, ən əsas bax bu dığı üçün və maq üçünü yadda saxlayın. Dığı üçün bizdə səbəb zərfliyində gedir çıxır. Dığı dediyimiz o dığımız, dığı, diyi, yəni feili sifətin şəkilçisidir ki, keçmiş zaman mənalı dıq plus mənsubə şəkilçisi. Plus üçün ötür görə qoşmaları və maq plus üçün, yəni məqsəd plus üçün ötür görə qoşmaları. Bu da gedir məqsəd zərfliyinə çıxır. Amma ki, dediyim kimi, bundan başqa, bunlar hər zaman elə bu formatda mı olur? Xeyr, bu formatda olmurlar. Amma bu formatları sırf niyə bu ikisini də məzbələ saxlayın? Bunlar başqa formatda olanda da rahatlıqla çevirmək olur, geri qaytarmaq olur. Məsələn, səbəb zərfliyinin formatlarından biri feili bağlama versiyasında olur. Tutaq ki, deyirsən ki, nə bilim, ayını görüb, qorxdu. Bax, səbəb zərfinə gedən məsələlərdən biri bu feili bağlama şəkilçisi sözlərimiz olur. Gəlir çıxır, qorxdu, birinci məzmunla, bayaqki məzmun məsələsindən yoxlayaq. Qorxdu. Niyə? Əvvəl birinci ayını görmüşdü, gördü ayını. Ayı ilə rastlaşdı, ayını gördü. Ondan sonra bu qorxdu. Deməli, xəbərdəki hadisə məsələ zərflikdəki hadisədən sonra baş verir. Deməli, nə zərflidir? Bu səbəb zərflidir. İkincisi, bu ıb məsələsi dediyim kimi səbəb zərfinə gedir, çıxır. Üçüncüsü, bu ıbı mən rahatla dığı ilə əvəz edə bilirəm, bu üçünlə. Ayını gördüyü üçün qorxdu.
çox rahatlıqla əvəz edə bilirsən. Sonra dandən çıxışı qarşı edilisi məsələsi. Bax, bu dandən çıxışı qarşı edilisi müxtəlif versiyalarda. Məsələrin üzərində ola bilir. Oxumaqdan yoruldu. Nə səbəbə yorulub? Çox oxuduğu üçün. Dığı üçün. Yenə qaytardım. Dandan çıxışı qarşı edilisi. Bu, başqa şeylərində, məsələn, sifətin də üzərində ola bilər. Məsələn, deyirsən ki, istidən tərlədi. Nə bilim, ürəyi sıxıldı. Nə belə. Adamın tərləməsinə, ürəyinin sıxılmasına səbəb nə olub? İsti olub. Bax, bizdə çox zaman nitq sesi olarak buna da saçırlar. Gəlir bunun altına yazır ki, nitq sesi olarak yazır ki, istidən sözü zəfdir. İstidən sözü zəf deyil. İstidən sözü sifətdir. Yəni, üstündən çıxışını qarşı edilisi istifadə olunub. Amma nitq sesi olarak bu söz sifətdir. Deyir, yaxı, səbəb zərfi deyilən bir zərf yoxdur. Məqsəd zərfi deyilən bir zərf yoxdur. Bu, səbəb zərfliyidir. Cümləsi olaraq səbəb zərfliyidir. Nitq sesi olarak sifətdir. Yəni, bu məsələlər, dediyim kimi, dığı plus üçün, ıb məsələsi, dan məsələsi müxtəlif yerdə, məsdərlərin üzərində, sifətlərin üzərində nəyə gedir çıxır? Zərfliyə gedir çıxır. Bəs məqsəd zərfliyinə? Məqsəd zərfliyinə nələr gedib çıxa bilər? Məqsəd zərfliyinə, bəlkə dedik ki, makrusus məsələsi heç, hadisə də, xəbərdəki hadisədən sonra baş verir. Sonra yönlü kal məsələsi ola bilər. Oxumağa getdi. Bax, yönlü kal çox zaman tamamlıq kimi yox da, tamamlıq kimi olduqda takdirsən ki, əliyə sözüm var, kimə sözüm var. Bu heç, bu tamamlıqdır. Və ya yer zərfliyi kimi də ola bilir də, yəni hara sualı, haraya, harada, haradan suallarına cavab edirsə, yönlü, geliş, skritikal da olan sözlər biz bilirik ki, haraya falan sualına cavab edirsə, haradan sualına cavab edirsə, yer zərfliyi olar. Amma bəzi məsələrin falan üzərində oxumağa getdi deyirəmsə, bu adamın birincisi gedib yenə məqsədidir, oxumağa getdi, oxumağa